Allah razı olsun. İstəyən kimi həkimlərdən bu sevgini itirməyin. Həkim pasiyentinə xoş rəftarla yanaşmalı, ona inam hissi verməlidir. Çox sağ olun, çox təşəkkür ederim. Bir də bu mesajın fərqli versiyası olur ki, həmişə belə qalın deyirlər. Dostlar, biz bu işə dünən gəlməmişik. Dünən başlamamışıq. İllərdir bizim bir dəstək xəttimiz var, bir adımız var, bir sanımız var. Bunu da vətəndaş tərəfindən, xalq tərəfindən qarşılığı var, sevgi var. Yəni bu dünən ortaya çıxmış bir məsələ deyil ki, nədənsə sonra dəyişək, nədənsə sonra fərqli olaq. Çatmadığımız yer, o erişə bilmədiyimiz, ulaşa bilmədiyimiz bir başarı qalmayıb Allah'ın izindən bugünkü gün. Və mən gördüm ki, mütəvazi olduqca daha da gözəl olur hər şey. Yəni mən bunu gördüm, bunu bilirəm. Ona görə o şəkildə də olmağa ömrüm vəfa elədiyi sürəcə davam edəcəm. Yaxınlarda İskəndər Palanın bir kitabını oxudum. Oxuyanınız vardır mütləq, Şah Sultan. Mən bunu oxumuşdum təqribən 2006-cı ildə. 20 il keçib artıq üstündən bir dəfə təkrar oxudum. Orada Şah İsmail ilə Sultan Səlimin mübarizəsindən danışır. Kitabın ayrı yerlərində hər ikisinin də, bilirsiniz, dövrünün ən böyük hökümdarları da onlar. Hər ikisinin də eyni şəkildə dediyini görürük. Ondan gəldik, ona gedəcəyik deyir. Yəni, haqdan gəldik, haqqa gedəcəyik. Çox çabalayan da, az çabalayan da arasında çox ciddi bir fərq olmur o bir tərəfdə. Ona görə siz olun. Dünyanın parıltısına, dünyanın işığına aldanmayın. Mənim nacizanə məsləhətim budur.